Salam əziz dostlar, mən Murad Musayev sizləri YouTube kanalımda salamlayıram. Mən bugün sizlərlə muğamlarımız və mahnılarımız haqqında istərdim danışam. Bildiyiniz kimi 7 əsas muğamımız var. Ən çox istifadə etdiyimiz Baykiraz muğamı, Şur muğamı, Seygah muğamı, Mahur muğamı və Cahargah muğamı üzərində yazılmış mahnılarımızdır. Bugün mən sizlərlə bu videomuzda Baykiraz muğamı üzərində yazılmış mahnılardan 6-8 ölçüdə olan mahnılardan digər muğamlara keçidləri göstərəcəm. İlk öncə mən istərdim ki, Fəridə mahnısını sizlərə təqdim edəm. Fəridə mahnısından həm Mahur muğamına keçid eləmək olur, həm Seygah muğamına keçid eləmək olur. Dağ başında kuzu var, ahu kimi gözü var. Dağ başında kuzu var, ahu kimi gözü var. Kız oğlanı severse kimin ona sözü var. Kız oğlanı severse kimin ona sözü var. Feridem ay Feridem, güzel kızsan Feridem. Bu artık Mahur muğamıdır. Feridem ay Feridem, güzel kızsan Feridem. Bir bakmısan biri de bak benim güzel Feridem. Bir bakmısan biri de bak benim güzel Feridem. Bir Seygah. Ey ay benim güzel yarım, sana çok mu yalvarım. Seygah muğamıdır. Ay benim güzel yarım, sana çok mu yalvarım. Bana bağdan şirindi senin acı sözlerin. Bana bağdan şirindi senin acı sözlerin. Mən sizə mahnını təqdim etdim və indi isə keçidləri necə, misal üçün Baykirazdan Mahur muğamına keçəcəyik və ardıcıl olaraq Mahur muğamında olan mahnıları papuri şəklində oxuyacağıq. Bir də oxuyuruq. Dağ başında kuzu var, ahu kimi gözü var. Dağ başında kuzu var, ahu kimi gözü var. Kız oğlanı severse kimin ona sözü var. Kız oğlanı severse kimin ona sözü var. Feridem ay Feridem, güzel kızsan Feridem. Artık Mahur muğamıdır. Sağ olsun. Buradan sizin kapıya dek elçilerin düzüler. Toya kimisə güsməsən, toydan sonra düzələr. Və ardıcıl olaraq Mahur muğamı üzərində yazılmış mahnıları oxuya bilərik. Və indi isə mən sizə Seygah muğamına keçid edəcəyik və Seygah muğamında olan mahnıları necə papuri şəklində oxuya bilərik. Bir də həmən mahnıda göstərəcəm. Dağ başında kuzu var, ahu kimi gözü var. Dağ başında kuzu var, ahu kimi gözü var. Kız oğlanı severse kimin ona sözü var. Kız oğlanı severse kimin ona sözü var. Feridem ay Feridem, güzel kızsan Feridem. Feridem ay Feridem, güzel kızsan Feridem. Bir bakmısan biri de bak benim güzel Feridem. Bir bakmısan biri de bak benim güzel Feridem. Ay benim güzel yarım, sana çok mu yalvarım. Artık Seygah muğamıdır. Pencerenin ümitleri bu leyli, açıb qızıl gülləri bu leyli. Artıq Seygaha keçid elədik və Seygah muğamı üzərində olan mahnıları ardıcıllıq şəkildə oxuya bilərik. Digər bir mahnını mən sizə göstərim. Bir çox ifaçılar bunu bilirlər və bu mahnıdan yenə də həm Mahur muğamına, həm Seygah muğamına keçid edirlər. Ay balam balam balam, ceyran balam ay balam. Ay balam balam balam, ceyran balam ay balam. Olaram sənə qurban, ürəyim sənə qurban. Ilə Baykiraz oldu do Mahur. Olaram sənə qurban, ürəyim sənə qurban. Ay balam balam balam. Bu da Seygah muğamı. Ceyran balam ay balam. Ay balam balam balam, ceyran balam ay balam. Ay balam balam balam, ceyran balam ay balam. Çox bir sadə bir mahnıdır. Bu mahnıdan da keçid eləyə bilərik. Həm Mahura, həm də Seygah
muğamı üzərində yazılmış mahnılara. Bugünkü videomuzda Bayatçıraz muğamı haqqında danışdım. Daha bir Bayatçıraz muğamı üzərində yazılmış bir aşıq mahnısı var. Məhəbbətin qüdrəti. Növbəti videom onunla bağlı olacaq. Orada da bir gözəl bir keçid var. Onları sizə izah eləyəcəm. Növbəti videolarımızda Şur muğamı haqqında da danışacağam. Seygah muğamında da olan keçidləri, Mahur muğamında da olan keçidləri, Cahargah muğamında da olan keçidləri sizlərlə danışacağam. Suallarınızı komment, R bölməsinə yaza bilərsiniz. Videonu bəyəndinizsə like verərsiniz. Təşəkkür edirəm. Növbəti videolarımızda hansı mövzular barədə maraqlanırsınızsa, o mövzular haqqında R bölməsində, komment bölməsində öz suallarınızı yazın. Mən də cavablandıracağam. Hələlik.